Baba Vanga'ya göre bu 6 bürç yıl ayından itibaren en zengin ve en uğurlu bürçler olacak. Baba Vanga'nın önceden görmelerine ve astroloji hesaplamalara göre iyul ayı bürçlerin hayatında yeni bir mərhələnin başlandığı, uğur ve bolluğa aparan qapıların açıldığı xüsusi aylardan biridir. Amma bu 6 xüsusi bürç üçün iyul ayı ilin en şanslı, en zengin ve en uğurlu ay olacak. Bu bürçlərə keçməzdən əvvəl videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. 1. Boğa bürcü. Əziz boğalar, sizə maddi yüksəliş dövrü gəlir. İyul ayından itibaren gəlirli fürsətlər qapınızı döyəcək. Xüsusilə daşınmaz əmlak və sərmayə mövzusunda şans sizinlə olacaq. Yeni iş təkliflərini və rəhbərlik fürsətlərini əsla qaçırmamağınız tövsiyə olunur. Keçmişdə etdiyiniz səhvlərdən dərs çıxarın və bu ay bacardığınız qədər çox çalışın. Gələcəyinizə və karyera həyatınıza daha çox fokuslanın. 2. Əqrəb bürcü. Əqrəblər, sizlərə daxili gücünüzlə sərvətə gedən yol açılır. Yeni layihələr, maliyyə yatırımları və işgüzar təkliflər sizi uğura aparacaq. Yeni layihələrə başlayın və uğura çatana qədər ürəklə, səbirlə çalışın. Əmin olun ki, nəticələri öz gözlərinizlə görəcəksiniz. Əsla ümidsizliyə qapılmayın. Qarşıda sizi maddi uğurlarla yanaşı ailə həyatınızda da xoşbəxtlik dolu günlər gözləyir. Problemlərə yox, onların həllinə fokuslanın. Unutmayın, həll yolu həmişə vardır, sadəcə təmkinlə baxmaq kifayətdir. 3. Oğlaq bürcü. Bu ay həyatınıza yeni biznes layihələri daxil olacaq. Səbriniz və əzmkarlığınız sizə maliyyə baxımından yeni qapılar açmağa kömək edəcək. Daha çox uğurunuza fokuslanın və vaxtınızı boş yerə sərf etməkdən çəkinin. Yeni layihələrdən gələn qazanc sizi təəccübləndirəcək. Hər zaman səbirli olun və risklərdən qorxmayın. Çünki böyük uğurlar cəsarətli addımların arxasınca gəlir. 4. İyul ayında qız bürcləri üçün gözlənilməz gəlirlər mümkündür. Xüsusilə əvvəllər etdiyiniz zəhmətin bəhrəsini almağa başlayacaqsınız. Əməkdaşlıq etdiyiniz insanlardan və ya əvvəldən qoyulan yatırımlardan maddi geri dönüş əldə edəcəksiniz. Hobbiləriniz və ya əvvəllər dəyər vermədiyiniz bacarıqlar bu ay sizə maddi gəlir gətirəcək. 5. Tərəzi bürcü. Bu ay həm şəxsi həyatınızda, həm də iş mühitində pozitiv dəyişikliklər yaşanacaq. Dost çevrənizdən və ya tanışlıqlardan yeni fürsətlər qazana bilərsiniz. Gözlənilməz maliyyə gəlirləri sizi sevindirəcək, amma xərclərinizə diqqət etməyiniz vacibdir. Daxili rahatlıq tapacaq, qərarlarınızı daha özgüvənli şəkildə verəcəksiniz. Əgər doğru balansı qoruya bilsəniz, iyul ayı sizin üçün uğur və harmoniya ilə dolu keçəcək. 6. Qoç bürcü. Sizin üçün iyul ayı yeni başlanğıclar və enerjili dönüş nöqtəsi olacaq. Bu ay sizə cəsarətlə addım atmaq və planlarınızı həyata keçirmək üçün fürsətlər gətirəcək. Xüsusilə iş və karyera sahəsində gözlənilməz uğurlar sizi gözləyir. Maliyyə baxımından da artım mümkündür, amma riskləri düzgün qiymətləndirmək önəmlidir. Sevgi münasibətlərində isə təşəbbüs sizdən gəlməlidir, qarşılıq müsbət olacaq. İyul ayında özünüzə inanın və enerjinizi doğru istiqamətə yönəldin, uğur sizinlə olacaq. Bəs sizin bürcünüz hansıdır? Şərhlərdə bizimlə paylaşmağı və kanala abunə olmağı unutmayın.